2018-2019-cu illərdə Qarabağın Azərbaycanın bir hissəsi olduğunu tanımamaqla səhv eləmişəm. Reportun məlumatına görə bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. O, Qarabağ nizamlanması ilə bağlı Azərbaycanla danışıqların tarixçəsi ilə əlaqədar bütün əsas sənədləri 2025-ci ilin sonunadək dərc eləməyi vəd eləyib və bunu sabiq prezident Serj Sarkisyanın ittihamlarına cavab olaraq bildirib. Serj Sarkisyan yenidən danışıqlar sənədlərindən söhbət açıb. Narahat olma, mən artıq danışıqların tarixçəsi ilə bağlı bütün əsas sənədləri toplamışam, indi onların surətini çıxarırıq və aralarına bir neçə rəsmi sənəd də əlavə eləyərək ilin sonunadək hamısını dərc eləyəcəm deyə Paşinyan sosial şəbəkələrdə yazıb. Onun fikrincə, əgər bu vaxta qədər Qarabağı Azərbaycanın bir hissəsi kimi tanısaydı, 2020-ci ildə 2-ci Qarabağ müharibəsindən qaçmaq olardı.